ilk və son dəfə həmən şikayət elədiyim adamı həbs elətdirib gələcəm. Siz də burada şahid olacaqsınız. Onunla da bu söz-söhbət təmiz qutaracaq. Az qalıb. Keçən həftənin 5-ci günü cinayət işi açılıb. And olsun tək oğlumun canına. And olsun bizi yaradan Allaha. İndi mən sizə durub istintaq sirridir. Sənəd göstərim, kartışka göstərim, işin nömrəsini göstərim. Niyə? Kimə lazımdır o? Ona görə də həbs olunacaq o. Duxu çatır, duxu çatır. Məhərrəmdən sonra nəysə görüşəcəyik. Yəqin ki, məhərrəmdən sonra mən elə hesablayıram, bilmirəm. Dədəmin idarəsi deyir ki, mən deyim ki, işin də gedişatını bilmirəm, başım çıxmır. Mən çünki toy adamıyam, mən o işlərdən başım çıxmır. Gedən prosedur qaydaları bilmirəm. Görürsünüz, 5 aydır deyirəm ki, şikayət eləmişəm. Mən sizdən çox darıxırdım. Axır ki, şükür Allah, keçən həftənin 5-ci günü cinayət işi açıldı. Azərbaycana sorğu göndəriblər, cavab gəlməyib. Gəlməyib cavab. Bizə deyilən deyirəm. İndi bir dəfə də sorğu göndərirlər. Nə cinayət edim, mən bunu sizə nə deməliyəm ki? Niyə deyirəm ki? Səyəm mən. Kimə lazımdır vəkilini göndərsin, öyrənsin. Mənim vəkilim mənə bildirib ki, danışma. Deməli dostlar, bir Buratina var. Azərbaycanda 3 müğənni oğlana, adını bandit qoyan oğlanlarla hədə qorxu gəlib. İndi oğlanlarla mən danışdım, həmin o müğənnilərlə. Dedilər, nə olar, qurban olum, sən oradasan, biz burada, biz qorxuruq. Biri Talış balasını oxuyan oğlan, ona deyiblər ki, ağıllı ol, get işinlə məşğul ol, falan kəs mahnını oxuyacaq. Hamısı əlimdə məlumat var. Prosta bunlar oğlanlar gəlib üzünə durmurlar, qorxurlar. Tural Sədalının özü də, yadınızdadır, üzr haqlıq elədi. O öz başına çıxıb üzr istəmədi, ona üzr istətdilər. Əmrah var Salyanda. Əmrah çıxdı bir video, show biznes bilir bu şeyləri. Prosta qorxurlar ki, sabah müğənni adamlar da ora-bura gedərlər, o oğlanlar da xaricdə yaşayır, onların başına oynaçar. Amma mən burada qanuna, mən orada olsam orada müraciət eləyərəm. Orada da qanundur, burada da qanundur. Çünki hadisə burada olub. Yəni Rusiyada olub. Hadisə aidiyyatı üzrə, cinayət işləri aidiyyatı üzrə olur. Ona görə yəni aidiyyatı üzrə şikayət eləməlisən. Gələr, onsuz da gələcək, onun qulağından tutub gətirəcəklər. Qeybət deyil. O yazdığında başqasının ərindən uşaq doğana deyirlər, onu çox deyiblər. Yəqin sizə bizim leksiyonumuzda o yazdığınız yoxdur. Dostlar, ona görə Azərbaycana gəlməməyimin səbəbi indi bu dəqiqə odur ki, mən Qazaxstana toya gedə bilmirəm. Bir də zəng gəldi, oradan hər an zəng gəlir də, izahat veririk. Müstəntiq çağırır, dəqiqədə bir izahatımı alır, sonra o tərcümə olunur. Başa düşdünüz? Elə şey var, mən onu Rusça başa salamıram. Azərbaycanca deyirəm, Peravoçik tərcümə eləyir, onun hamısı. Bu şeyləri danışmayın, məni danışdırmayın. Ay bala, mənim 4 uşağım var, Alidə xanım. 2 oğlum var, 2 qızım var, narahat olma. Mənim o vaxtlarım 20-30 yaşlarımda keçib, özdə mən ailəni qanunla qurmuşam, dövlətin zakısı ilə. Kiminsə ərini gətirib, qardaşımı peysər eləməmişəm mən. Bu qardaşını peysər eləyən kimi üzü yerdə qalsın. İndi də arvad alır. Ay dostlar, bu show biznesdə bir Buratina var. Mən əvvəllər Bicdoğan deyirdim. Bu arvad alır. Ərə getmək əvəzinə arvad alır. Bir dənə bezdelnik, bir qədəni ərdən boşatdırıb alır. Niyə ərdən boşatdı? Bu qədənin boşadığı arvadım dediyi, əslində sən demə qız atasının evində bunu alıbmış. Vallahi, kişi əgər qadının evinə girirsə, ərə gedib də. Oradan oğlan boşandı. İndi də təzədən bizim bu kolleqamıza ərə gəlir. Nəyinə paxıllıq eləyəcəm buna? Yenə əvvəlki oliqarx oğlan idi. Paxıllıq eləməyə hardasa, bəlkə o da mənə o şeylər yaddır, ona görə ki, mənim gözəl ailəm, evim, eşiyim. Yox canım, Damla xanım, mən 2-ci dəfə ailə qurmuşam. Sizin dediyiniz bu Bicdoğandır, səhv salmısınız. Ona görə də söhbət hansı müğənnidən gedir. Söhbət başqasının ərindən uşaq peydahlayıb, indi də arvad alan xanımdan gedir. Arvad alır, Türkiyəyə hazırlaşırlar, zaks kəsdiriblər. Sürprizim pozdum. Və buradan axırıncı dəfə deyirəm. Sənin ərim dediyin oğlan 8 ay bundan əvvəl müğənni Canana gül göndərib Şəmkirdə oteldə. Səhvin varsa, Canan sağ, sən sağ. Ya da heç bizə də inanma. Neyirsən, o vaxtda mən sənə dedim ki, bizə inanma. Get raspechatka çıxart. Oğlanın bütün nömrələrini, raspechaktasını çıxartdır. 8-9-da mən sənin yerin olsam son 1 ili çıxartdıraram.
Çıxartdır gör kimlərə zəng eləyib. Bir araşdır da. Amma son bu 6-7 ay yox. Görsən onu demirəm. Sevdiyi mahnı da Canana deyib ki, bala belə bilmədim kimin yarısan. İndi gəldə sənə deyəcək ki, o vaxt Cananı mən sevəndə ona dediyim cümlələrdir, bu gün bu danışır, inanma, elə deyil. 8 ay bundan əvvəl Canana gül göndərəndə deyib o mahnını oxu, aranjmanın pulu mənlikdir, özüm belə şeşələndirib kişi göstərib. Daha demir ki, cibində sıçanlar oynayır. Bunu niyə deyirəm? Mənim acığıma ərə gedirəm demək lazım deyil. Nəyinə acıq eləyən nağarar deyirlər, atalar misaldır. Ərə get, arvad alma. Nə olsun pul qazanırsan, pulunu yiyib qaçacaq. Əmsinin binasında 3-4 evə yazılıb, əlinə keçən pulu ora verir. Bunu müflis eləyəcəklər. Əmi bala. Bunlar belədirlər də mən tanıyıram. O kənddə biri var idi, mənim ərimə pul atmışdı, 200.000 dollar. Yoldaşımın həm pulunu aldı, həm özünü az qaldı tuttursun. Şükür, yaxşı ki o iş Azərbaycanda oldu. Allah Azərbaycan polisini qorusun. Həmən biz üzümüzü tutub müraciət eləyən kimi mənim həyat yoldaşımın ədalət bərqərar oldu. Həyat yoldaşım axır ki, yəni öz, belə deyim, haqq ədalət yerini tutdu. O məsələ həllini tapdı, bunu deyim. Dostlar, yox can, düzün danışan niyə belə ediyor? Mən danışıram, faktla danışıram. Nə, Alfonsa durum, oliqarx oğlan deyim. Yox, siz soruşursunuz, cavab yazıram, ona görə cavab deyirəm dostlar. Bəli, Asiyə xanım. Yox, bilənlər bilir, bax, şou biznesdə Aygün Ağayevanı salamlayıram, Zibanı salamlayıram, Cananı salamlayıram. Bu 3 xanım çox gözəl tanıyırlar o qədəni. İstəyiblər o xanımları da o qədə allatsın. O qızlar ayıq tərpənib. Hər üçün salamlayıram, kişi qeyrətli qızlardır. Evlərin həm kişisidir, həm şokdadılar ki, biz bu qızı ağıllı bilirdik. Bu necə bizim artığımıza ərim deyə bilər. Bu deyir özü arvaddır. Çünki arvadının gedib evinə girir. O qızın evində bu qızı alıb. İndi də gəldi bu qızın evində bunu aldı. Yo canım, mən aparıcıyam da. Mən danışanda niyə yanıram ki? Danışmaq yanmaqdır ki. Ziba bugün gözəl, xoşbəxtdir. Yaxşı ki da Ziba xanım, buradan salamlayıram. Yaxşı ki da Ziba xanım emosiya hissə o şeylərə, o qədənin o şirin yağlı dilinə uymuyu belə ağzını açan kimi o qədəni von atsuda.